Aydınlamıştım. Özde patsız gülü alır. Aydınlamıştım. Algısına gelsin efendim. Kes oldu. Benim dostlarım bugün buradadır. Evet. Kızım bilet gönderen, biletini göndersin özünüz olsun. Əməkdar artist Ədalət Şükürov Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edib. Axşam nöqtəsi xəbər verir ki, gecə maraqlı anlarla yadda qalıb. Müğənnini dinləməyə gələnlər arasında əməkdar artist Mətanət İskəndərli də olub. Konsert zamanı Mətanət İskəndərli səhnəyə yaxınlaşaraq həmkarına əlini uzadıb. Sənətçi onun qolundan dartaraq az qala səhnədən yıxıb. Ədalət Şükürov əylərək onun üzündən öpüb. Həmin maraqlı anlar axşam nöqtəazın obyektivinə tuş gəlib.